2026-cı ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında artım müşahidə olunub. Əhalinin gündəlik tələbatına yönələn qida məhsullarında, əhalinin sayında və onlara göstərilən ödənişli xidmətlərdə də göstəricilər yüksəlib. Ətraflı izləyək. 2026-cı ilin birinci rübündə Muxtar Respublikada ümumi daxili məhsul istehsalı 383 milyon 588 min 400 manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 3,7% artaraq 811,8 manat olub. Cari ilin yanvar-mart aylarında Muxtar Respublikada 129 milyon 316 min 300 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2025-ci ilin müvafiq dövründəki göstəricidən 13,4% çoxdur. Sənaye məhsulunun 108 milyon 90 min 600 manatı və ya 83,6% malların 21 milyon 225 min 700 manatı və ya 16,4% isə xidmətlərin payına düşmüşdür. Qeyd etmək istəyirəm ki, sənaye məhsullarının 79,2% emal, 19,2% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. İqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 56 milyon 178 min 500 manat investisiya yönəldilib ki, bu da bir il öncəki göstəricidən 29,2% çoxdur. İstifadə olunan investisiyanın 19 milyon 773 min 700 manatı və ya 35,2% məhsul istehsalı sahələrinə, 7 milyon 790 min 900 manatı və ya 13,9% xidmət sahələrinə, 28 milyon 613 min 900 manatı və ya 50,9% isə yaşayış evlərinin tikintisinə sərf olunub. Muxtar Respublikada xarici ticarət dövriyyəsi 33 milyon 431 min 500 ABŞ dollar təşkil edib. Ticarət dövriyyəsinin 3 milyon 617 min 400 dollarını və ya 10,8%-ni ixrac olunmuş məhsulların 29 milyon 814 min 100 dollarını və ya 89,2%-ni isə ithal məhsullarının dəyəri təşkil etmişdir. Ümumilikdə götürdükdə isə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə Muxtar Respublikada xarici ticarət dövriyyəsi 21,9%, o cümlədən ithal 20,2%, ixrac isə 38,5% artmışdır. Muxtar Respublika iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı sahəsində də məhsul istehsalı artıb. Aqrar sahəyə gəldikdə isə cari ilin yanvar-mart aylarında Muxtar Respublikada 44 milyon 116 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bunun da 3 milyon 739 min 100 manatı bitkiçilik sahəsi üzrə, 40 milyon 377 min 100 manatı isə heyvandarlıq sahəsi üzrə olmuşdur. 2025-ci ilə müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulunda isə 0,8% artım qeydə alınmışdır. Məhsul istehsalının artımı isə öz növbəsində ixrac imkanlarının artmasına, nəticə etibarilə ticarət dövriyyəsinin genişlənməsinə şərait yaradıb. 2026-cı ilin ilk 3 ayı ərzində Muxtar Respublikada pərakəndə ticarət dövriyyəsi 369 milyon 924 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövründəki göstəricidən 0,6% çoxdur. Əhalinin banklardakı əmanətlərinin məbləğində də artım müşahidə edilir. Belə ki, bu göstərici bir il öncəyə nisbətən 45,4% artaraq 2026-cı il mart ayının 1-nə milli valyuta ekvivalentində 40 milyon 661 min 500 manat təşkil edib. Həsən Məmmədov, Rəşad Hüseynov, NTV Xəbər.